İranın iki tərəfdaşı var. Biri Rusiyadır, biri Çin. Rusiyalı həmkarı Sergey Lavrov və hətta prezident Vladimir Putinlə görüşdü. Dəstəyin artırılmasını ümid edir Tehran. İndiki İran üçün ağır vəziyyətdə, amma Rusiya elə bir vəziyyətdədir ki, bu saat özünün dəstəyə ehtiyacı var. Ona görə Moskvaya ümidlər özünü doğrultmaya da bilər və ikinci tərəfdaşına səfər etdi ki, daha çox ümidlər indi Pekinədir ki, Pekinin siyasi və iqtisadi zəminində heç bir problemi yoxdur, müharibə də aparmır. Tehran gözləyir ki, Pekin kifayət qədər İrana dəstək verəcək, İran rejiminin yıxılmasının qarşısını alacaq. İranın yenə də təkrar edirəm, Çinin dəstəyin artırılmasına ehtiyac var, indiki ağır vəziyyət. Bu nədən ibarət ola bilər? Bu, hərbi texnikanın İrana göndərilməsi, maliyyə dəstəyi, bütün bunların bu saat İranın böyük ehtiyacı var. Çinin özü də bu saat, belə deyək də, baxmayaraq ki, indi Rusiyadan və Amerikadan daha uyğun vəziyyətdədir, amma Çinin də, belə deyək, müəyyən ciddi sualları yaranıb. Çünki neftinin hardasa yarısına qədərini Körfəz Hörmüz boğazı üzərindən əldə edirdi. İndi nə İrandan düzəməli ucuz neft ala bilir, nə də Körfəz ölkəni. Düzdür, onun alternativləri var Çinin. Rusiyadan daha çox neft ala bilər, Afrika ölkələrindən daha çox neft ala bilər. Amma bu biraz nəqliyyat yollarını da uzadır. Ona görə Çin özü də Hörmüz boğazı probleminin həllini istəyir. Əlbəttə istəyərdi ki, Tehranla Vaşinqton razılığa gəlsin. Amma Vaşinqtonun Pekindən istəyi odur ki, Pekin Tehrana təzyiq etsin ki, Hörmüz boğazını açsın. Pekin Tehrana təzyiq etməyəcək. Niyə? Çünki Pekin hesab edir ki, bu məsələdə Amerikanın daha böyük günahı var. Amerika özü də Hörmüz boğazının girişini mühasirədə saxlayır. O da addım atmalı. Baxmayaraq ki, mövcud vəziyyət Çin iqtisadiyyatına müəyyən qədər mənfi təsir edir və edəcək. Amma Pekin birmənalı Tehrana təzyiq etmək istəmir. Amerikanın addım atmasını istəyir və ola bilsin ki, bu mövzu Trampın yaxın günlərdə Pekinə səfəri zamanı da müzakirə olunacaq.